Salam dəyərli dostlar, bu gün dərman bitkilərindən hər bölgəyə məxsus xüsusi adı olan elm adı ilə Xenopodium album deyə adlandırılan ağımtıl tərə, unluca, yabani ispanak, səlmə, yağlı tərə, türk ədəbiyyatlarda isə ən çox sirkən otu kimi tanınan dərman bitkisi haqqında məlumat verəcəm. Tərkibində yüksək miqdarda dəmir, A vitamini, C vitamini və B qrup vitaminləri vardır. Bundan əlavə probiotik lift sayəsində bağırsaqların hərəkətini sürətləndirir, qəbizliyi aradan qaldırır. Həmçinin sidik qovucu təsir xüsusiyyətinə malikdir, bədəndən ödemi və toksinləri sidik vasitəsilə atır. Lakin təzyiqi aşağı olan insanlar, yəni hipotonik olan insanlar ehtiyat tədbirləri nəzərə alaraq istifadə etməlidir. Tərkibində yüksək miqdarda oksalat dozları olduğundan böyrək daşı problemi olan insanlar bitkidən istifadəsi tövsiyə olunmur. Qədim təbabətdə həmçinin tibbi araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, bağırsaq parazitlərinə qarşı yüksək effektiv təsir göstərir. Həm gövdəsində, həm də yarpaqlarında xüsusi maddələr vardır ki, bunlar parazit qurdların mərkəzi sinir sisteminə iflic edərək bağırsaq divarından tutunmasının qarşısını alır, həmçinin bədəndən xaric olunmasını da təmin edir. Son olaraq dostlar, səlmə bitkisindən həmçinin kulinariyada da geniş istifadə olunur. Çox gözəl qovurması olur, dovğaya qatırlar və s. geniş istifadə olunur. Və sizin yaşadığınız bölgədə bu bitki necə adlandırılır? Sizi maraqlandıran sualları yorumlarda yazın, cavablandıracağım. Məni dinlədiyiniz üçün təşəkkür edirəm dostlar. Dəstək üçün səhifəni bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun, sağlıqlı qalın.